Bacı lafı güllələdim. Nə? Necə yəni güllələdin? Başa düşmürəm. Nahaq tələsmisən, əziz. Əvvəl-axır o bizə satqının adını deyəcəkdi. Mənə dedi onun adını. Kimdir? Uzatma, de! Mən. Məni qorxudurdu ki, əgər onu buraxmasam, sənə deyəcək ki, satqın mənəm. Pis fikirləşməyin. Keçmiş müsavat zabitindən nə desən gözləmək olar. Heyf. Nahaq tələsmisən, əziz. Özümü saxlaya bilmədim. Heyf. Yaxşı, əyləş. Biz mühasirədəyik. Kəşfiyyatın gətirdiyi məlumatdan belə çıxır ki, təpədən dırnağa qədər silahlanmış 3 polkla döyüşməli olacaq. Əsas qüvvələri Əhmədli Göran boyundadır. Onlara Xan Xoyski başçılıq eləyir. Toplarının, pulemyotlarının bir hissəsini Çınqıldərədə yerləşdiriblər. Axundovun suvarı polku Tiflis yolunu bağlayıb. Xan Xoyskinin məqsədi odur ki, bizi təliyə salıb özünə təslim eləsin. Vəziyyətimiz ağırdır. Neyniyək? Sizin fikrinizi bilmək istəyirəm. Yunus. Patronlarımız qurtarmaq üzrədir, Məmməd. Atlar samansız qalıb. Bunu da nəzərə al ki, cəmi 270 tüfəngimiz var. Heç bilmirəm, nə eləyəcəyik. Ay Yunus. Nə tez məyus olursan? Az mı düşmüşük səndən belə əngəllərə? Hər çətin vəziyyətdən bir çıxış yolu tapmaq mümkündür. Özünü allatma, Məmməd. Vəziyyətimiz indi ağırdan da ağırdır. Komandirimiz sənsən. Özün hər şeyi yaxşı bilirsən. Nə təklif verirsən? Nə qədər ki, gec deyil, xırda dəstələrə bölünüb, çəkilək dağlara. 11-ci ordu gələnə dək. Hələ ki, əlimiz silah tutur, son damla qanımıza qədər vuruşmalıyıq. Əgər sən qorxursansa, çıx get. Ən yaxşı atlardan birini götür, çəkil dağlara. Mən öz ayıma qalmıram. Atirədə yazığım gəlir. Sən nə fikirdəsən, Göyüş? Nə fikirləşmək? Vuruşmalıyıq, vəssalam. Əziz, Hər şey aydındır. Göyüş kişi düz deyir. Ancaq əvvəlcə mühasirədən çıxmaq lazımdır. necə? Xan Xoyski ağıllı və təcrübəli sərkərdədir. O çox yaxşı bilir ki, biz